Bugün 11. siniflər qəbul imtahanı verir. Gedək baxayıq fikirləşirlər. Çıxdıq məktəbdən, ev müəllimlə, bir də arxada kameraman Mehdi ilə gedirik uşaqlara dəstək olayıq, baxayıq nə fikirləşirlər. Ad soyad. Səttar Özanov. Zaman hara gəlmişik? 7 nömrədə blok imtahanı. Blok imtahanında neçənci qrupsan? 1-ci qrup riyaziyyat informatika, az yoxsan 5-ci qrup qabiliyyət. Fərd neçə bal gözləyirsən? 50 bal. Riyaziyyatdan 150 bal. Məsələn ümumi ya. Ana ümumi nədir? Bir abur nədir bizi? Burada videoya çəkəcəm. Dəqiqə çalışacağım 300 bal oldu. 150. Gözəl söz Az deyə çox vuraq. Az deyə çox vuraq. Öpürəm sənə Fərid, qoxudan razıyam. Ad soyad. Nərmin hansı məktəbdən gəlmişsən? Ümumi təhsil məktəbindən. Hansı məktəbə gəlmişsən? 7 nömrəli məktəb. Nərmin, buraxılış balın neçə var? 220. Sən indi birinci qrupsan, deyil? Aha. Ən çox hansını yığırsan? İnşallah hamısında, amma ki riyaziyyatdan 30-30 gəlsə sevinərəm. Gözləyirsən 30-30 xəbərini, ən sağlara sağlaşayıq. Elton, bu uğurun sirri nəyə borcluyub? Aman ver bir imtahana girək ondan sonra da. Ay, imtihana girməmişsən, yazman çıxıb, yaxşı. Neçənci qrupsan? 4 dəmə lazım. Hal-hazırda 4-sən inşallah bir hesabı dəyişər. Hansısa müəllimə sağ ol, salam, nə baxalaq, kamera qarşısındasan, media. Ver mənə mikrofonu. Deməli, buradan şəhadə müəllimi, kimya müəllimi olan Mais müəllimi, fizika müəllimi olan Hikmət müəllimə dərin təşəkkürlərlə bildirirəm. Allah onlardan razı olsun. Sevirik sizləri müəllim. Bəli, sevirik. Bir də kursumuzun direktoru olan Elvin müəllimə çox minnətdarım. Blok fənlərindən müəllim olmasa da öz dəstəyini həmişə bizə verir. Elton, 40 elədə 40 TikTok videosu çəkirsən, ben ged imtihana. Adam doludur, gəlmişik 2 nömrə məktəbin qabağına, uşaqları gözləyirik. 4 dəqiqə qalıb, 4 dəqiqəsində çıxırlar. Təsadüfən 2 nömrədə Zəhra ilə qarşılar. Zəhra nə oldu? Niyə izləyirlər imtihanı? Niyə bərbəd axı? Neçə bal gələr? İkinci qrup sualları asan var. Bizə çətin soruşlar. Gözəl, haqsızlıq. Çətin iş bizə. Mənasız suallar var idi. Hamısı çox mənasız. Ən yaxşı düşən asan sual, çətin sual. Nə şeydi, kimya biraz yaxşı idi. Yapışdır, eşitmirlər səni. Nə yazmışamsa riyaziyyatdan yazmışam. Fizika çətin idi. Təşəkkürlər Zahra, uğurlar hazırlıq inşallah baxayıq. Balın yüksək gəlsin. Zahra verir, sağ ol. Ad soyad. Zeynəb Məmmədova. Biraz yüksəkdir, səs düşdü qoy. Zeynəb, neçə bal yığarsan dəftərə? 200 verirəm. İnşallah 200 kilos gələr. Birinci qrup, kim verəcək? Kim verəcək? Yox, mən informatika. Əslində belə informatik yiyəcəksən. İnformatika rahat edir. Riyaziyyat seviyədədir. Fizika çətin. Bunu tut öz əlinə və rahat danış, yapışdır, qoy səs gəlsin orada videoya. Deməli, informatika çox rahat idi. Yapışdır. Hə, yapışdır. İnformatika rahat idi. Riyaziyyat orta idi. Fizika çətin idi biraz. Fizika çətindir. Mən bilirdim fizika çətindir, çünki 20 saat çətin idi. Evet. Evet, bəli. Uşaqlar hələ çıxmayırlar. Müsahibə biləcək insan axtarır. Nereye? Gəl müsahibə ver. Salam qardaş, necəsən? Ad soyad. Yusuf Cahangir. Yusuf, necə keçdi imtahan? Belə. Uğurlar arzulayıram Yusuf. TikTokda paylaşıram. Təşəkkür edirəm Yusuf. Bu nəsə xüsusi bir söz müəllimə salam verməyiz ha. Allah keçdi, elə ver, gəl. Tam Lənkərandakı dostlarıma salam göndərirəm hamısına. Müəllimlərimə salam göndərirəm. Hazırlaşan uşaqlarına da uğurlar diləyirəm. Sağ olun. Öpürəm səni Yusuf. Görüşərik inşallah. Sağ ol, görüşərik. İmtahan necə keçdi? Yaxşı keçdi. Yəni sən imtahana girmirsən, sən yaxşı keçdi. Cəmaət doldur bizi ya. Deməli dostlar, 2 nömrəli məktəbdən çıxdıq, gəlmişik dostlar. Burada baxaq uşaqlar imtahan edib veriblər. Bağışlar, bitməsə necə keçdi imtahan? Bunlar qutarıb, nə edir istəyir burada? Nəysə dostlar, bu il 11-lər qəbul imtahanı verirdi. Mehdi ilə kameramanla bir-bir bütün məktəbləri gəzdik. Onların fikirlərini soruşduq. İndi dostlar moldayıq, videonu sonlandırmaq istəyirik. O birini yaxından uzaqdan tanımıram, dostlar da tapdıq elə. Yəni, tanış deyil. Tapdıq, oturub bizim yanımızda, heç bilmirəm niyə oturub. Nəysə, belə videoların ardı gəlməsi üçün like atın, çəkməyi takip atın. Sağ olun.